İlham Mirzəyevin müəllif proqramı Etiraf. Bəli, bugün də etiraf verilişindir. Bu dəfə xalq artisti Səməd Səmədov xatırlanacaq. Mən sənin eşqinin sorağındayam. Xalq artistinin tələbəsi Rəhlə Əliyeva onunla bağlı xatirələrə söykənəcək. Mən indi də demək olar Səməd Səmədov çörəyi yeyirəm. Uzun illər köməkçisi olan xanıma oxumağı tövsiyə etdi. Belə bir sözü vardı. Kimin belə deyir? Həm prodüseri, həm duet ortağı var. Boğazlarda düyünlənən qəhər. Dedi ki, Allah qorusun, onun Pandemiya qurbanına çevrilən sənətkar. öskürər bir yandan, qızdırma bir yandan. Deyirdi, yox, mən toylarımı qoya bilmərəm. Əməyini itirmir. Gizli qalan çox mətləblər aşkara çıxacaq. Gün olar, gündüz olar, gündüz olar. Şəfəq geyər düz dünya. Etiraf. Aprelin 5-i saat 21-də MTV Azərbaycanda. Verilişin baş sponsoru Rookfruit Çiyələk Fabriki.